Yani Amerika Birleşmiş Ştatları dünyaya atalıq yox dostlar. Dünyaya jandarmlıq eləyir, zorbalıq eləyir və İsrailin əlində ağıllı başlı dönüb alətə. Bunu hamı görür. Bunu dilə gətirənlər də var, rəsmi adamlardan. Bütün dünya danışır bu barədə. İlham Əliyev isə hələ də İsrailin uşaqlığını yaxmaq istəyir dostlar. Bizim xalqımızı istəyir apara qırğına. Özü kimə qarşı? İrana qarşı, öz qardaşlarımıza qarşı. Ey Azərbaycanın şərəfli əskər və zabitləri! İlham Əliyevin əmrlərini tabi olmayın. Hasa desələr ki, İrana doğru irəli, İrana atək bir güllə atmaq olmaz. Oradakı da bizim qardaşlarımızdır. Silahı dərhal çevirirsiniz. O əmr verənlərə bilin ki, o adamlar hamısı siyonist nökərləridir və Azərbaycan xalqının düşmənləridir. Onların əmrinə tabi olmaq olmaz. Qətiyyən. İrana qarşı biz yalnız yardım edə bilərik. Qardaşımıza köməyə getməliyik. Dostlar, sabah lazım gəlsə, İran müraciət eləsə, Azərbaycan dövlət kimi də, biz xalq kimi də İranın yanında olmalıyıq. Biz şərə qarşı döyüşməliyik. Bəli, İranın siyasətində səhvlər var. Azərbaycana qarşı, Türkiyəyə qarşı, Türk dünyasına qarşı olub, bəli, səhvlər var. Amma bu səhvlər biz əsas vermir ki, indiki məqamda o bəzi qədələrin Azərbaycanda danışdıqları kimi durub İsrailə nökərçilik eləyəsiniz. Yalandan da xalqın başını doldurmaq istəyirlər ki, sən demə Qarabağı güya şəhidimiz yox, qazimiz yox, Türkiyə, Pakistan yardımı yox, sən demə İsrail alıb bizi Qarabağı bizə verir. İsrail nə gücü olsaydı, alar da neçə ildir Qəzdanı bombalayır. Qəzdanı silahı uşaqları bombalayır, qozaları bombalayır, xəstəxanaları bombalayır, heyvanları öldürür. Bəs niyə ram edə bilməyib? Niyə qalib gələ bilməyib? Və gələ də bilməyəcək dostlar. Adamları öldürməklə bir dövləti işğal elə bilməzsən, neçə ki, o millət mənə satılmayıb, alçalmayıb, təslim olmağa qol çəkməyib. Sən o milləti məğlub elə bilməzsən.